Salamlar, salamlar. Bir daha salamlar. Hardayıq? Kuala Lumpur'da, Malazya'dayıq. Malazya'ya geldim. Medan aslında Medandan bir iki tane yer vardı. Oralara gittim. Oraların videosu çekmedim. Sonra Medan'a qayıtdım ve Medandan geldim yeniden. Ya dedim Hindistan'dan buraya gelmiştim. Buradan gitmiştim Filipin'e. Ərendim, fırandım yine. Haftalar sonra, aylar sonra geldim Kuala Lumpur'a. Ve bu sefer Kuala Lumpur'u transit olarak yok, gezmek için istifade edeceğiz. Bir de Malazya maceramıza başlayalım. Buranın aeroportu çıxan kimi 1000 dənə yeri adam yönləndirir. Yani çıxdın bitmir. Çok, ya indiyə qədər belki de gördüğüm en karışık aeroport olabilir yani Kuala Lumpur'un aeroportu. Yani bu kadar ben karışık aeroportu hiç görmemişim. Oradan oraya geçsen, oradan oraya geçsen. Terminallar arasında ayrı bir zulümdü. O terminaldan o terminal. Evet, duryan. Cheese duryan cake. Duryanla çok belə. Haşir nəşir deyiləm. Duryan qarşı daha doğrusu mənim bir ön yarğım var. Sonralar onu deyərəm. Amma duryan çox da belə sevimli baxmıram. Axır ki, bura çıxışdan. Deyəcək, indi burada çıxış deyil. Çıxış olsun da ne olur. Ha, birinci mərtəbəyə düşməli. Birinci mərtəbə. Əvvəlcə buradan çəkim. Çünki pulsuz olmaz da. İndonezyada xərclədim, yəni qəpiyə xərclədim. Sonuncu bir 10 minim qalmışdı, onu da aeroportda xərclədim, gitti. Bir ton Malazya pulumuz oldu. Ama Malazya puluna mən öyrəşənə qədər daha zulüm çəkəcəm, onu da bilirəm yəni. Yaxşı, indiyə qədər getdiyim belki de en rahat ölkə Indonezya idi. Yəni pul cəhətdən. Çünki 1 manat 10.000 1 manat eləyirdi. Yəni birə bir idi. Yəni çox rahat idi, dəhşət rahat idi. Başqa ölkələrdə bu Malazyada belə. Malazya tam elə bir ki yarı yarıyadır, amma yarıdan da biraz aşağıdır da belə bir şey deyim. Yəni elə bir ki 1 manat 44 Malazya puluna 0.44 Malazya puluna beraber. Bugün ki buradan bilet alırıq. Hara alırıq bileti? Kuala City. Bura. Bu Central. Okay. Select. One. Evet. Burada olsun. 16 mıyırı. Bileti aslında burada özlerinin bir şeyleri var, bilet yerləri də. Şeyler işləmir countera. Sağ olsun mənə kömək elədi. Onun aldık. Şimdi buna pul vereceğim. Thank you. Thank you. 16 da bizim puluna ne kadar eləyir? Bizim pulundan 7 manat. Ama elə avtobusa 1 saatdan çox vaxt var. 1 saat falan oturup gözləmək lazımdır. Ya da ki buradan Qatarda gedir. Avtobus 7 manat elədi. Qatar da eləyir təqribən avtobus elədi 7 manat. Qatar da təxmin eləyir 25 manat falan yəni. Half an hour before it will allow. Sorry? 30 minutes before it will allow. 30 minutes before only the door will open. Okay. Till that time you have to roam around. Okay. Thank you. Where are you from? Azerbaijan. Oh. Thank you. India friendly. So I help you. Bu Asya'nın bu dəqiqliyindən olmuyor da özümə. Saat 9:15'də çıxacaq yazıbdı. Çıxacaq 9:15'də. 9:20'də avtobus gəlmir. Samolyotlar həmişə gecikir. Avtobus həmişə gecikir. Asya. Asya deyəndə yəni en azından Filipin'də belə idi, İndonezyada belə idi. Malazya gəlmişəm, hələ gördüyüm hələ budur, hələ belədir. Davamı da yəqin ki belə olacaq. Axır ki gəldi ha. Neçə saat avtobus gözləyirəm. Burada yer nömrəsi var. Seat no 1.
Deməli avtobus şəhərə nə az nə çox bir saat yarımı falan gətirdi. Təzə şeyin ortasında dayandı yanacaq doldurma məntəqəsində. Yarım saat cəmaatı qoyub çıxdı getdi yanacaq doldurma məntəqəsində, nə bilim. Özünə azuqə zad alıb yeyib içib eləyirdi. Nəysə, gəldik Kuala Lumpurun mərkəzinə. İndi də gedirəm qalacağım otelə. Piyada bir yarım saatlıq falan məsafədir. Kuala Lumpurda yəni şəhərdir, yəni konkret şəhərdir. Yəni çox böyük şəhərdir. Çox böyük deyəndə yəni binaları falan çox şeydir. Belə əzəmətli binaları falan var. Biz belə ətrafı şeylə tanış eləyəcəm. Özümüzlə tanış olacam. Qabaqda olma, burada otel. Ahyu. Ahyu. Mən burada qalıram. Mən də şəhərin mərkəzində qalır. Bu da şəhərin mərkəzində qalır. Mən sadəcə olaraq pul ödəyirəm, pul ödəmir. Ağıllı adam tək. Ahyu, qalalım burada. Gedək. Otaq nömrəsi neçədir? Bu səfər bizim əvvəlində çekin eləyiblər, onun üçün mən çekin eləmədim. Çünki çekinimiz var artıq. 101, 109, 110. Buraladıq 100 saniyə. Niyə çekinimiz var deyirəm, indi görəsiniz niyə çekinimiz var. Çünki artıq Kuala Lumpurda adı nədir qardaş sənin? Mən Qaçqın Amir. Qaçqın. Amir bizim yaxın kardeşimizdir. Harada oxursan Amir? Şanxayda. Çində, Şanxayda oxuyur və dedi, hardasa görüşək. Dedim, ən uyğun aradı Kuala Lumpurdur. Lumpur gecələri. Onun üçün də gəldik, Kuala Lumpurda görüşdük. Nəysə, yerləşim eləyim falan bilmişəm, davam edəcək. Bəli, bir Kuala Lumpur sabahı, Amil. Sabahı deyilir ki, ortasıdır, çünki Amil çox yatır, onun üçün radasiya mən də yatmışdım. Yoxsa oyadacaqdım, özüm də çox yatdım deyə, dedim, onu bəhanə eləyib özüm də yataram. Nəysə, Kuala Lumpur xeyli istidir. Təbii ki, bina da çoxdur deyə, o binaların, o beton da istisi onun üstünə gəlir. Amma Cənub-Şərqi Asiyada görməyə öyrəşdiyimiz mənzərə, yəni isti və anidən yağış yağır. Amma yağış yağdı burada. Götürmədi, yağmuru. Hə? Yağmuru götürmədi. Dünən bu tip istiydi. Hə. Yəni tərləmişdi də bütün. Risk birdən yağış yağdı. Yəni o Cənub-Şərqi Asiyada normal şeydir. Yəni Malayziyada da artıq biz düzü meydan buradan biraz yuxarıdaydı. Yəni Kuala Lumpur yavaş-yavaş Malayziyanın şimalına doğru getmək vaxtıdır. Gedək biraz Kuala Lumpuru gəzək, əvvəlcə amma yemək yeyək. Amma yemək yeyəndə kef eləyirsən, eyni yerdə qalırıq, biz pul verirsən, vermirsən. Amma bazar günüdür deyə burada bir çox yer bağlıdır yemək üçün. Onun üçün də eyni idik. McDonald's. McDonald's, sənin reklamda eləyirəm, amma neysə, halal başım neysə. Aynı. Bura Məscid-i Camekdir. Bura Məscid Camek. Sadəcə buranı nə vaxt gəlsən bağlıdır. Niyə belə bağlıdır? Məscid Camek ümumiyyətlə Kuala Lumpurun başladığı nöqtədir. Kuala Lumpur buradan başlayıbdır. Yəni ilk yerləşmələr falan beşmişkən Kuala Lumpurda bu arxamda gördüyünüz Məscid Camekdən başlayıb və elə Kuala Lumpurun da ən mərkəzi yeri bu məscid hesab olunur. Burada içərisi. Bildikdə nə? İçərisi də bu formadadır. Burada yenə mərkəzi, bura məsciddir. Camek məscidi. Burada Abdülsamet building.
O nə işlə bu? Hə. Bura elə bir ki, kolonial dövrdə bu ingilislər falan beşmişən, onun içərisində oturub buranı idarə edirmişlər. Burada vaxtı ikən sonra ingilislərlə Hollandlar arasında müqavilə bağlanıbdı ki, Hollandlar deyiblər ki, İndoneziya bizdə olsun, elə bir şey sizdə olsun. Malayziya, Singapur falan sizdə olsun. Onun üçün də buralar İngilis təsirində qalıbdı. Bu Abdülsamet binası da həmin dövrlərdə tikilmiş bir binadır və belə deyim, kolonial idarə mərkəzi olubdu, amma hal-hazırda biraz turistikdir, aşağısı məhkəmədir, belə bir yerdir. Burada bunların müstəqillik meydanıdır. Malayziyanın müstəqillik meydanı. Niyə o müstəqillik falan beşmişən, onu deyəcəm qabaqda. Çox böyük binadır, çox dəhşət böyük binadır. Rest elədi. Sultan Abdülsamet. Fotoğraf görən darıxırsan mı? Arada bir böyle şey diyor. Fotoğraf görəndə yəni... Can I try that? Nə boyda oldu? Arkada da lan telegüllələri, yəni böyük binalar falan. Həqiqətən də çox belə əjdaha memarlığı var. Kuala Lumpur. Çox ha. Çoxdandır biz nə vaxt Hindistanda nə vaxt olmuşduq? Aylar əvvəl olmuşduq Hindistanda. Hindistanda baş eləmək yaxşı unutmuşdum, amma burada Hindistanın çox olduğu üçün yenidən onu xatırladım. Çox hər şeydən nədənsə razı qalanda insanlar orada demişdi də, nədənsə razı qalanda, yəni və yaxud da nəyəsə hə deyəndə və yaxud da nəyəsə çox sağ ol deyəndə başlarım belə edir. Burada da Hindistanın bol olduğundan bu da ən böyük bayraqları Malayziyanın, Kuala Lumpur'un. Bu da bir bayraq. Bunun indi aşağısından sizə bir şeylər danışacağım. Bura Merdeka meydanıdır. Merdeka nə deməkdir? Müstəqillik deməkdir. Buranın müstəqillik meydanıdır. Və nəyə görə bura Merdeka meydanı deyirlər? Gördüyünüz kişi Tunku Putra. Görürsünüz, əlində bu formada qaldırıbdır. Tunku Putra 1960-cı illərin sonlarına yaxın, 1967 idi. Londona gedir. Londonda ingilislərlə danışıq edir falan beşmişən. Sonra qayıdır öz ölkəsinə, Malayziyaya və burada insanlar yığılır və insanlara xitab eləyərək əlin qaldırır bu formada və bir neçə dəfə təkrarlayaraq Merdeka, 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 Merdeka deyir. Yəni müstəqillik, müstəqillik, müstəqillik və həmin o müstəqillik sözlərindən sonra da buradakı İngilis bayrağını yendirirlər və yerinə Malayziya bayrağı qoyurlar və həmin tarixdən sonra da elə buranın adı müstəqillik meydanı olaraq qalır. Düz İngilislərin burada kolonial idarə binası olan Sultan Abdülsamet binasının düz yanında müstəqillik meydanı. Niderlandda da bu binalardan xatırlayırsa görürük. Niderlandda gördüyəndə ki, buralar bir vaxtlar Hollandlarda olduğu üçün normaldır da. Olduqca böyük bir binadır, olduqca geniş əraziyə yayılıbdır və dediyim kimi onun da qarşısı bu formada müstəqillik meydanıdır. Çünki Malayziyanın müstəqilliyi məhz burada elan olunubdu 1967-ci ildə. Bu da Abdülsamet binasının içərisi. Birinci mərtəbəsi ofis falan şeylər var. İkinci mərtəbəsi full turistik, full. Ama yani içeriye giriş
pullu falan deyil də, pulsuzdur. Yəni Kuala Lumpurun şeylə əlaqəsi yoxdur. Yəni İndoneziyadır, Filippinin şəhərləridir. Yəni buralarla çox tamamilə başqa bir modernlikdədir və burada orada çox xaosu, burada çox da görmək mümkün deyil. Daha belə deyim, səliqəlidir hər şey. Yoxsa gəlsə, yəni istər İndoneziyada olsun, Jakartada, yəni görürsünüz, yəni motosikletlərin əlindən tərpənmək olmurdu. Burada o motosikletlər çox az hallarda Kuala Lumpurda motosiklet görmək mümkündür. Yəni İndoneziyanın da böyük şəhərləri, Filippinin də böyük şəhərləri, Hindistanın da böyük şəhərləri, buralarda bir xaos var idisə, burada yox. Burada bir dediğim nizam, intizam var. Transfer orağı çok zor değil. Yavaş yedi. Yavaş yedi. Saniye azaldıktan kaçır. Yavaş yavaş tek saniye azaldı başlayıp kaçmağa. Bu da meşhur Petronas binası. Malazya'nın Kuala Lumpur'un neydi? Kuala Lumpur'un simvolu olan Petronas binası. Yarım saat var ya. Yarım saate yaxındır ki, yoldayız. Amil çox danışan deyil, ona görə şey eləmirəm. Danışsa danışarım. Danışmır sadəcə olaraq. Danışanda da yavaş danış. Elə bir bəsi mikrofonum falan var. Amma mənim mikrofonum yoxdur, Amil, yəni. Danışanda möhkəm danış, amma eşit. Bu da dediğim gibi Petronas binasının oradan da göstereceğim. Bu bir vaxtların dünyada en uzun hündür binasıydı. Sonra çok binalar tikildi, çok söhbətlər oldu falan. Ama hal-hazırda da bu ekizgüllü olarak dünyadaki en büyük ekizgüllü hesab olunur. Petronas. Petronas da bunların o məşhur şirkətidir. Yəni deyirsiniz ki, nədir, Petronas nədir dediyimizi eşidən, Petronas bunların məşhur şirkətidir. Burada kifayət qədər çox Rus var, ha? Bu emniyet içinde de çok. Ruslara vizasız deyə. Cənubi Amerikada da Rus çox idi, burada da çoxdur. Balidə dəhşət çoxdur. Kuala Lumpur ümumiyyətlə, bayaq onun söhbətini edirdik Amillə. Çox şeyi, belə deyim, o tarazlığı qoruya bilibdilər. Həm qəşəng binaları tikibdilər, həm də yaşıllığı da qoruyub saxlayıbdılar. Yəni necə gəldi, basıb tikməyibdilər. Yəni çox belə, nə deyim, unikal bir layihəsi var. Burada Petronas'dır bura. Burada onun arkasındaki park. Bu parktan ekizgüllələr daha qəşəng görsənir. Yəni bu parktan baxanda ekizgüllələrə qəşəng bir mənzərə çıxır. Bunu da cover fotosu eləyəcəm. Belə. Amil nağar. Dronumu alsalar ne yiyəsən? Kısmet. Qismət deyilsən, vəsə. Qismətdən artıq yemək olmur, ha? Ve gözlü uçurabilirim. Ağac çoxdur. Amil uçurda bilsə dronu, o dronun görüntülərin Bay Amil yazaraq hamısını bu videoya əlavə edəcəm. Musiqisində nə, Amil hansı musiqindəsə onu qoyacam üstünə. Haydi Amil, görək səni. Yani Dubai'ye oxşuyur elə bir. Yox. Dubai buradan vurublar. Hə? Dubai buradan vurublar. Dubai buradan vurublar. Bura tikiləndə Dubai uşaq idi hələ.
fərqli məscidləri gəzəcək. Bunlar çünki özlərinin bayında İndoneziyada fərqli rəngarəng məscidləri var da. Çünki bunların özlərinin keçmişdə ayrı dinləri olubdur. O dinə uyğun mədəniyyətləri formalaşıbdır. İslamda gələndən sonra o İslam dininin artıq o mədəniyyətlə belə deyim, birləşdirdilər, ona uyğun məscidlər də belə Osmanlı məscidi, məsələn buranın məscidi, o birisi məscid var idi. O məsəl üçün fərqli idi, buradakı fərqlidir. Yəni klassik üslubdan çox fərqlənir. Belə mərkəz bu formadadır. İkiz qülləri göstərdik. Burada binalar formada falan. Burada gedək bir dənə Batu Caves-ə, oranı da göstərim, videonu elə yekunlaşdırarım. Yəni artıq 3-cü gündür ki, bir videoda amma 3-cü gündə artıq oyanırıq və 3-cü gündə yəni bu adama görə mən günorta saat 12-də 1-də mən özüm himə bəndəm ki, yəni onsuz da gec durum yoxdur da. Bunlar nə şeymələr var? Toyuq, bax toyuq. Pul toyuq, balıq, hər şey. Və nə istəyir? Bunun da yemək küçəsidir də bura. Çünki Buran yoxdur. var idi məncə. Biz burayla gəlməmişik sadəcə. Bax, buradan gəldik, orada nasını gördük. Burada nə verirlər? Burada da düyü, yumurta. Yemək olaraq demək olar ki, İndoneziya ilə eyni şeylərdir. Yəni onsuz da bir çox şeydə İndoneziya ilə Malayziya demək olar ki, eynidir. Sadəcə olaraq Malayziya daha çox inkişaf edibdir. İnkişaf edib deyəndə ki, yəni daha çox özünə belə deyim, maya qoyubdur İndoneziya nisbətən. İndoneziya, düz Malayziya da multikultural yerdir, amma İndoneziya çox daha fərqlidir, çox əcdahat da, yəni onlar çox fərqlidir, çox, yəni İndoneziyanın çünki bir tərəfi nə bilim Papuadır, bir tərəfi Sulawesi'dir, bir tərəfi Borneo'dur, bir tərəfi Java, bir tərəfi yəni yoxdur da. Yəni Malayziyada bu formada. Malayziya biraz daha mənə nə bilim biraz bəzi yerləri nə bilim İstanbul'u xatırladır, bəzi yerləri São Paulo'nu xatırladır, bəzi yerləri nə bilim Dubay'ı xatırladır. Belə bir yer, qarışıq bir yerdir. Malayziya demək Kuala Lumpur. Malayziyanı hələ gəzməmiş bir yerdə gəzəcək. Bu qardaşı bir dənə yola salaq, canımızı bundan qutaraq. Canımızı bir dənə bundan qutaraq, ondan sonra rahat-rahat özümüz gəzərik. Bu çünki gün orta yuxudan durur, heç nə eləmək olmur. Uzun müddətli metro girişinin cəhdlərdən sonra artıq metro gedirik ara Batu Caves-ə. Batu Caves elə bir Kuala Lumpur'un iki simvolundan birisi ola bilər də. Birisi şeydir, nədir onun adı? Petronas ikiz qüllələri. O bizdə indi gedəcəyimiz Batu Caves. Bu coach for ladies only. Ancaq bura qadınlar minəcək. Ancaq qadınlar minəcək. Baxın içəridə kişi var. Nə minmisən? Qadınlar üçündür bu. Ay mağman. Yəni yazır coach for ladies only, yəni ancaq qadınlar üçün, amma kişilər də minir. Onu mən üstünə düşərdim, amma tələsirəm. Üstünə düşəcəkdim o yox. Burada Batu Caves. Hangi şarap buradan değilmiş. Ama çapına ise hoş yiyeceğimiz. Meymun görməkdən gözüm. Mən meymun görməkdən gözüm az olubdur. Görmədiyim meymun növü qalmadı şeydi İndoneziyada. Və də ehtiyatlı ol, çünki çox oğrudular. Yəni özellikle bu şeylər meşənin içərisində bir o qədər şey deyil, yəni hücum eləyirlər daha çox, amma bu tip turistik yerlərə daha çox oğurluğa meyilli olurlar. Burada Batu Caves. Pilləkənlə yuxarıya təbii ki, sadəcə olaraq buradan bir bazı göstəreyim. Belə deyim, Kuala Lumpur'un dini məbədi baxmayaraq ki, Malayziya müsəlman
əhalinin çoxluq təşkil etdiyi bir yerdə, amma bu cürdə bir Hindu məbədi yer alır burada. Yəni şəkillərində falan daha çox. Nə qədər göcərsin var burada, hə? Şəkil, burada Batu Caves. Şəkillərində falan daha çox, belə deyim, kimsə gedəndə, Kuala Lumpura gələndə əsasən buradan dayanıb şəkil çəkilir, buralardan falan. Burada həmin yerdir. Batu Caves. Yavaş-yavaş çıxaq yuxarısına, yuxarıya çıxdıqsan da biraz daha məlumat edəcəm. Bu gördüyünüz heykəl Hinduizmdə cəsarət, müharibə, döyüş tanrısı falan olan Murugan heykəlidir. Murugan elə bir ki, bu yaradıcı tanrı olan Shivanın oğlu sayılır. Bu gördüyünüz böyük heykəl də məhz Murugan heykəlidir. Müharibə tanrısı Murugan. Elə bir ki, müdafiə bu tanrılar Hindistanda da o tanrılara mən artıq yəni heç kim yəni dinin burada sorğulamaq kimi çıxmır. Həddimizə də deyil. Amma yəni belə bir şey çıxır da, yəni hər sahə üzrə bir tanrı var da. Yəni məsəl üçün müdafiə, məsələn müdafiə naziri o müdafiə tanrısı, məsəl üçün kənd təsərrüfatı tanrısı falan. Yəni bütün sahələr üzrə tanrılar var. Burada nə az nə çox 272 pillə var pilləkəndə. Bir xeyli kalori yandırmaq olur. Özü bir xeyli. Hamil cavansan sən. Mənə baxma, mən qoca adamam. Sən gəncsən. Bu ayaqyan gələnlər əhd edirlər də, yəqin ki, məsəl üçün bir işim var, o alınsın. Batu Caves'e ayaqyalın çıxacam. Məsələn, bizdə də olmur, məsəl üçün də deşik birinə ayaqyalın gedəcəm də. Yoruldun? Bütün bir şey içinde de var. Yoruldun? Ünlüvari. Ha, yorulma, gəl, gəncsən. Sən yorulanırsan, mən neyim? Sen yüksayca. Kırmızı Range Rover kalkır Hə. dağların arasında. Və nəhayət bu 272 pilləni çıx, gəlib çatırıq Batu Caves'e. Bu 400 milyon illik mağaraya. Su içiyor. Ne var sana? Geldik. Kimi bu 400 milyon il olan yaşı 400 milyon il olan Batu Caves. Baxmayaraq ki, Malazya bir müsəlman ölkəsidir, amma bu cür bir Hindu məbədi var. Bu mağara vaxtı ikən okeanın altında olub. Okeanın altında formalaşıbdır. Əhəng daşlarıdır və sonradan qabarma nəticəsində çıxıbdır üzə. Və dediyim kimi buranın nə az nə çox 400 milyon il yaşı var. Yəni məbədin yox, məbəd yox. Mağaranın özünün 400 milyon il yaşı var. Bu arada onu demədim ki, Batu Caves'e giriş, yəni ödəniş falan yoxdur. Yəni ödənişli şəkildə Batu Caves'e girmək olur. Bu arada çox şirin deyirlər. Yəni demək olar ki, hər sahədə Kuala Lumpur'da, demək olar hər sahədə, yəni bütün xidmət sektorunda falan hamısında ancaq Hindistanlılar istəyir. Ancaq Hindistanlılar, yəni hara baxsan Hindistanlılar. Bu həyatda ətin yeməkdən çox böyük məmnunluq duydum, amma qəti şəkildə heyvan olaraq sevmədiyim bir belə GoPro-nu çırpasan başını. Sən bu mağaraya necə gəlib çıxmısan? Bir dənə mən onu denəm.
Yəni bu nə yaşayışdı, yaşayır. Çıx get kişi. Hara gedir? Bu ümumiyyətlə Asiyada var idi. Cənubi Amerikada, Avropada evdə xoruz zad yoxdur. Günler var. Ha, burada him var, əməli var. Ha. Yəni mağaranın içərisində niyə toyuq hinin olsun da? Yəni bu cür özdə müqəddəs bir məbədin içərisində. Biri də var, ölübdür var. O da ölübdür. Ha, bunu götürün də buradan. O qalıb ölüb orada iylənir. O da öləcək. Bu şeylərin üstündə biri var, o da öləcək. Mağaranın içərisinə niyə axı toyuq hini qoyasan axı? Mağaranın içində mağara. Mağaradan ama. İndi başa düşdüm ki, bura niyə Batu Cave yox, Batu Caves deyirlər. Yox, cave olsaydı bir mağara olardı da. İşte bir mağara var. Gördüğün şey Dark Cave. Amma mənə bir dənə şey çatmadı. Yəni bu xoruz damının burada, toyuq damının burada nə işi var? Meymunun zadı yine başa düşmüyor. Meymun, hə də meymun özü gəlib çıxır da burada. Yəni toyuğun başını kəs bura gəlib çıxan deyil, axı kimsə onu gətirib. Burada tütsülər falan yandırırlar. Bu tütsülər Hinduizmin olmazsa olmaz. Burada ağsaqqal onları belə izləyir. Kutsuyur və onun da qarşılığında bunlar ona müəyyən bir məbləğ ödəyirlər. Möcüzəyə bax sən. Deməli, min illər öncədən də, yəni hələ dünya hələ indiki səviyyədə olmazdan falan əvvəl bu cür dispenserlər olubdu. Bu dispenserlər indiyə qədər də bu qədim dispenserləri təxminən min illərlə yaşı vardı bu dispenserlərin. İndiyə qədər də qoruyub saxlayıbdılar və soyuq su, isti su verir bu dispenserlər. Minlərlə il yaşı var gördüyünüz dispenserlər. Bəli, burada Batu Caves artıq gedə bilərik. Gedə bilərik əslində elə videonu ilə Batu Caves'in içində yekunlaşdıraq. Onsuz da bir xeyli uzun bir video olduğunu düşünürəm. Əsas Kuala Lumpur'un əsas yerlərindən birisidir bu Batu Caves. Elə Batu Caves'də sağollaşmaq daha yaxşı olar. Hamı sağollaşaq. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə sağ olun.